Değerli şagirdlər, abituriyentlər, izləyicilər. Bu dərsimizdə Abdullah Şaiqin Anabazı hekayəsindən danışacaq. Real həyat hadisələri əsasında yazılmış bu əsərin qəhrəmanı əslində Abdullah Şaiqin özüdür. Amma biz bunu əsərdə görmürük. Abdullah Şaiqi təhkiyəçi kimi təqdim edəcəyik. Zaten adı da yoxdur. Deməli, hadisəni danışan təhkiyəçi. Deməli, əsərin əsas qəhrəmanı bu təhkiyəçi və ona ərizə yazdırmaq istəyən Anabacı adlı bir qadındır. Əslində isə əsərin əsas qəhrəmanı Anabacıdır. Yazıçı deyir ki, məşğələdən geri qayıdarkən bir qadınla rastlaşdım. Bu qadın mənə bir kağız uzatdı və dedi ki, al bu kağızı oxu. Oxuyur, görür ki, orada heç nə yoxdur. Bir dənə söz yazılıb ki, ata-baba qulu oğlu 6 baş ailə sahibidir. Soruşur ki, bu ata-baba kimdir? Qadın biraz ümidlənir, fikirləşir ki, aha, ərizədə hər şey yazılıb. Deyir ki, oğlumdur, o 6 baş ailə sahibidir. Aha, sonra heç nə yoxdur. Deyir ki, bunu kimə yazdırmışsan? Deyir ki, sənin kimi bir oğlana. Nə istəyirsən? Deyir, heç nə, naçalnikdən bir kağız alıb vermək lazımdır. Oğlunun işlədiyi yerə, heç oğlunun işlədiyi yeri də demir və ona kömək eləsinir. Oğlan matematikdə qalır, naçalnik kimdir? Oğlu vağzalda işləyir, kimə yazılmalıdır? Heç nə başa düşmür, deyir ayağına, gedir evə. Qadını götürür, gəlir evlərinə, orada yenə təzədən soruşur. Görür ki, nəsə bir ərizə yazılmalıdır, amma nə ərizə heç nə başa düşmür. Çünki qadın buna heç nəyi başa sala bilmir. Onda oğlan deyir ki, ayağına, sənin dediklərinin heç nə başa düşmüyor olmur, get oğluna deyinən ki, bu ərizə kimə yazılmalıdır, ərizənin məzmunu nə olmalıdır, hara verilməlidir, sabah öyrən gəl. Qadın zaten başa düşür ki, iş dalana dirənir, o özü də dilinə gətirir, əvvəlcə bir həftə deyir, sonra arada bir 10 gündür bu ərizənin başında nə varsa mən bunu yazdıra bilmirəm. Deyir, yaxşı, ay o, sabah gəlirəm. Sabahçı gün gəlir, görür, bəli, müəllif ki, ana bunlardadır. Ana yenə danışır, müəllif təhkiyəçi heç nə başa düşmür. Belə olanda anası ilə baxışanda anası deyir ki, dur bu qadından get, artıq qadının adını da bilirlər, qadının adı Anabacıdır, get evlərinə gör, bu nə ərizə məsələsidir. Bəli, bizim təhkiyəçi Anabacıya qoşulub gəlir evə, gəlir görür ki, bəli, 3 aylı qızdırmanın içində yanan rəngli rus olmuş bir oğul var, onun da himayəsində 6 nəfər var və o işlədiyi yerdə işə gedə bilmir və məlum olur ki, neynəməlidir? Bir naçalnikdən bir vəsiqə almalıdır, işlədiyi idarəyə verməlidir ki, ev idarəsindən bir vəsiqə alaraq işlədiyi idarəyə verməlidir ki, ona pul və ərzaq yardımı eləsinlər. İndiki kimi belə deyək, bülletin deyirik, bülletinə çıxmalıdır. Yəni, bülletin kağızı təqdim eləməlidir ki, o işlədiyi idarədən yardım alsın. Bəli, deyir, vəsiqəni və ərizəni yazıb verir. Təhkiyəçi və evə dönərkən Anabacının ovucuna pul basır ki, bunlara bir kömək olsun. Çünki görür ki, ailənin vəziyyəti çox ağır. Əsas məsələ bundan sonra başlayır. 4 ay müddətində təhkiyəçi danışır ki, mən bu qadını görmədim və çox da darıxırdım ki, görəsən bunların başına nə gəldi, nə oldu? Bir gün axır ki, 4 aydan sonra qadını gəldim evdə gördüm. Söhbətləşdik, dərdləşdik. Zaten əvvəldən də qadın hər şey başına gələn həyatı danışmışdı və təhkiyəçi bizə deyir ki, bu qadının 60 yaşlı qadının həyatı zulm içərisində keçib, həmişə ehtiyat içərisində keçib. Həmişə mən nə edeyim sualı ilə üzbəüz qalıb. Onun acı taleyini əvvəlcədən təsvir eləmiş olur, amma bu acı taleyin fonunda yazıcı bizə başqa bir şey təqdim edir. Bizə başqa bir şey danışır. Nədir onun danışdığı? Yazıcı deyir ki, bu qadın mənə bir cüt corab gətirmişdi, hədiyyə olaraq. Özü də dilinə gətirir ki, əslində mən sənə köynək toxumaq istəyirdim, amma ipim sapım olmadı, ancaq ki, corab toxuya bildim. Və bunu sənə hədiyyə olaraq gətirmişəm. Əvvəl deyir, mən istədim ki, bu qadına yenə yardım olsun deyə corabın pulu kimi pul təqdim edeyim. Qadın deyir, çox əsəbləşdi, çox hiddətdən üzümə baxdı ki, mən bunu sənə hədiyyə gətirmişəm. Əgər pul qazanmaq niyyətim olsaydı, onun üçün bazar var, aparıb bazarda satardım. Bunu deyirsə, özüm toxumuşum. Və deyəndən sonra deyir, üzündə elə bir qürur əmələ gəldi ki, yəni borcundan çıxdım bu adamın. Bu baxışın, qürurun qarşısında deyir, özümü itirdim deyir. İtirdim o mənada, yəni heyrətdəndir. Gerçəkdən bu çox ciddi məsələdir ki, yazıcı bu nöqtəyə toxuna bilib. Adətən
kasıb insanlar, imkansız insanlar, gördükləri yaxşılıqları qaytarmaq, özündən imkanlı adamlardan gördüyü yaxşılıqları qaytarmaq fikrinə düşmürlər. Çünki fikirləşir ki, mənim nəyim var ki, mən ona qayıdım, hörmət edeyim. Amma bu qadın olanının hamısını, yəni bir corab, onda artıq olan şey bir corablıq yun olub və zəhmətini qataraq ora minnətdarlığını bildirmək üçün bu təhkiyəçinin yanına gəlib. Mən də öz həyat təcrübəmə yaşamışıq, bu yaşa gəlib çıxmışıq, onu müşahidə eləmişəm ki, minnətdarlıq duyğusu yaşamaq hər adama qismət olmur. O minnətdarlığını maddi şəkildə ifadə eləmək isə hər adamın gücü deyil. Həqiqətən bu çox böyük bir böyüklük əlamətidir ki, yazıçı deyir ki, köhnə nəslin son qəhrəmanı olan bu qadın hələ qarşımda oturmuş mənə meydan oxuyur, həm də ata-babadan qalma keçmiş əxlaq və səciyyələrini bütün hal və hərəkətləri ilə mənə anladırır. Mən məəttəl qalırdım ki, sən bu gücü hardan alırsan, bu gücü hardan alırsan, bu kasıblıqdan, bu əzilmişlikdən, yəni əzilmək deyəndə, yəni maddi əzilməyin qarşısında, yəni sənin dünya nemətlərinə əlini satmır, ehtiyac səni boğur, amma boğa-boğa içində bir qürur var, içində bir minnətdarlıq duyğusu var, başqasının yaxşılığına yaxşılıqla cavab vermək gücünü hardan alırsan? Həqiqətən bugün Azərbaycan cəmiyyətində də ən çox çatmayan məsələ borcunu qaytarmaq məsələsidir. Mənəvi borcunu qaytarmaq məsələsidir. Halbuki təhkiyəçi ona pul borcu verməmişdir. Amma bugün bizim Azərbaycan cəmiyyətində nə baş verir? İnsanlar aldığı borcları belə qaytarmırlar. Dostlar düşmana çevrilirlər. Bir-birindən incik düşürlər. Və bu, hətta belə mənəvi yaxşılıqlara da içində bir mənəvi borcluluq daşıyıb, əvəzini vermək, minnətdarlıq duyğusu keçirmək, həmişə sənə yaxşılıq edən, heç olmasa xatirini saxlamaq kimi hisslər bugün Azərbaycanda itib batır. Hətta müşahidələrimiz onu göstərir ki, bugün yaxşılıq elədiyin adamlar səndən qaçırlar. Sənə borcluluq duyğusu onları əzir, nəticədə səndən qaçır. Ən pis tərəfi odur ki, bəzən yaxşılıq əvəzinə pislik eləyirlər. Elə bir ki, o içindəki əzilmək, özünü əzilmiş, mənlə sınmış hesab edəndə adamlar başqa cür intiqam almaq hissi yaşayırlar. Amma bizim bu qadınımız, ana-bacı da belə hissləri yoxdur. O, özünü qürurlu biri bilir. Kasıb olsa da elənən yaxşılığı nə cürsə əvəzini çıxmaq düşüncəsi ilə yaşayır. Və ona elə gəlir ki, elə bu corabla, əslində bəli, o corab onun təhkiyəçinin elədiyi yaxşılıqlardan daha böyük bir borc qaytarımı idi. Çünki təhkiyəçi deyək ki, cibindəki 100 manatdan 10 manatını hədiyyə eləmişdi, ya 500 manatdan 50 manatını o xəstənin başının altına qoyub çıxmışdı. Amma bizim ana-bacı bütün varını, dövlətini gətirib hədiyyə eləmişdi. Olanını, artıq olan, cibində artıq olanını gətirib hədiyyə eləmişdi. Çünki onun heç bir köynək toxumağa gücü çatmamışdı, bir corab toxuya bilmişdi. O corabı gətirib hədiyyə eləmişdi. Bəli, mən də belə insanların qarşısında baş əyərəm ki, gerçəkdən içində bir minnətdarlıq duyğusu var, içində yaxşılığı itirməmək duyğusu var. Bu duyğu gerçəkdən böyük bir duyğudur. Xüsusilə çətin vəziyyətdə yaşayan insanların bu hissləri həmişə qəlbində saxlaması, borclu qalmamaq hissi ilə yaşaması, minnətdarlıq hissi ilə yaşaması, yaxşılığa yaxşılıqla cavab vermək hissi ilə yaşaması çox təqdirə layiqdir və qarşısında baş əyiləcək əməl. Diqqətinizə görə təşəkkür edirəm. Əgər sizə bir faydam toxunduysa, mənim üçün nə mutlu.